Dərs zamanı diqqəti tez yayılan uşaqlara necə kömək etmək olar? Suala səhiyyə.qum.az saytına müsahibə verən Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova aydınlıq gətirib. Dərs zamanı diqqəti tez yayılan uşaqlarla işləməyin ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər. Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq çox vacibdir. Buna görə də tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur deyə mütəxəssis bildirib. İlahə Dadaşova qeyd edib ki, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır. Psixoloq daha bir mühüm istiqamətdə emosional mühit və motivasiyaya diqqət çəkib. Uşağı daim tənqid etməyə əvəzinə kiçik nailiyyətlərini vurğulamaq onun özünə inamını artırır. Eyni zamanda gündəlik rejimin qurulması tövsiyə olunur. Bu onun beynində indi dərs vaxtıdır, indi isə oyun kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır.